qiymətləndirmə nəticələrindən sinifdə real dəyişikliyə. Bilirsiniz ki, Azərbaycan Respublikası Təhsil İnstitutunun ən vacib fəaliyyət istiqamətlərindən biri də qiymətləndirmə istiqamətidir və mən borc bildim ki, bu istiqamətdə bizim məktəb direktorlarına, təhsil menecerlərinə, həmkarlarıma bizim gördüyümüz işlərdən çıxan nəticələr və bununla bağlı beynəlxalq ədəbiyyatdan çıxan dərsləri paylaşım, birlikdə müzakirəsini etmək mümkün olsun. Sual daha çox, qiymətləndirmə nədir? Burada yenə də mən qeyd etmək istəyərdim ki, bizim təhsil məktəblərindəki qiymətləndirmə anlayışından danışırıq və mən suallar qoymuşam, 3 sual, hansı ki, bu qiymətləndirmə ilə bağlı səhv hesab oluna biləcək yanaşmalardır ki, bu xatırlatmaq üçün istifadə olunub. Bəzi həmkarlarımızdan bunu yalnız bir qiymət bal kimi görənlər olur. Yalnız bizdə deyil, dünyanın bir çox yerlərində belə səhv anlayış ola bilər. Və yaxud da bir çox hallarda təhsil verənlər bunu rəqabət aləti kimi istifadə edirlər və yarış kim neçə bal yığdı, kim kimdən nə qədər çox yığdı, az yığdı, qiymətləndirmə alətinə belə baxırlar. Və yaxud da sadəcə etməli olduğu bir iş, hər hansı bir fəslin, mövzunun, dərsin sonunda icra etməli olduğu fəaliyyət kimi görür və bir öhdəlik olaraq sadəcə yerinə yetirir. Və buna belə bir alət kimi baxır ki, bir kağız, indiki halda klassik yanaşma ilə desək, bir suallar toplusudur ki, onunla mən bu suallara cavab tapacağam. Başqa bir yanaşma qiymətləndirməyə bir proses kimi baxmaqdır. Bu izaha verməzdən əvvəl mən qiymətləndirmə ilə bağlı son, yəni yekun beynəlxalq ədəbiyyatda verilən qiymətləndirmə tərifinə biraz giriş vermək istəyirəm. Belə deyilir ki, qiymətləndirmə şagirdlərin öyrənməsi ilə bağlı məlumat toplama prosesidir. Yəni, qiymətləndirmənin mənası şagirdlərin öyrənməsi istiqamətində məlumat toplamaqdır, dəlil toplamaqdır. Nə məqsədlə istifadə etmək üçün? Sabahki dərsin mahiyyətini müəyyən etmək üçün. Real qiymətləndirmə tərifi, yəni qiymətləndirmə əgər bu məqsəd üçün istifadə olunursa ki, növbəti dərslərin məzmunu nəyi olacaq? O halda biz qiymətləndirmə prosesini düzgün qurmuşuq. Əks halda, bayaqki suallara cavab veririksə, məqsədinə çatmayacaq. Burada biraz onun bəlkə də pafoslu və müxtəlif formalarda tətbiqi haqda fikirlər verilib ki, bu yəqin ki, bunun uğurlu etmək üçün müəllimlər arasında müzakirə önəmlidir. Bunun təhsil menecerləri, təhsil idarəçiləri baxımından pedaqoji şuraların əsas mövzusuna, əsas müzakirəsinə çevrilməsi önəmlidir. Qiymətləndirmədən çıxan məlumatlar əsasında daha yaxşı öyrənmə metoduna keçmək önəmlidir və sonda yəqin ki, bu məktəbdə daha yaxşı mühit formalaşdıracaq. Yəni, bir prosesdir. Durmaz, davamlı, daim ölçüb, şagirdlər haqda, şagirdlərin öyrənməsi haqda dəlil, məlumat toplayıb, növbəti dərsə hazırlığı ona görə etmək. Və məqsəddən başlayır bu proses. Burada bir haşiyə çıxıb, mən istəyərdim ki, Elm və Təhsil Nazirliyinə yeni işə başlayanda məktəblərdə keyfiyyət monitoringi ilə bağlı Elm və Təhsil Nazirliyinin bir tapşırığı var idi ki, məktəblərdə administrativ proseslərin yoxlanmasından öyrənmənin keyfiyyətinin yoxlanmasına keçid edin. Və bu istiqamətdə bir alət hazırlanmasına başlanıldı və ilk olaraq biz ölkənin 30 məktəbində 10 nəticələri yüksək olan, 10 nəticələri orta olan, 10 da nəticələri zəif olan məktəblərdə müşahidələrə, müxtəlif yanaşmalarla oradakı prosesləri öyrənməyə çalışdıq. Mən qiymətləndirmə alətləri ilə bağlı bir əldə etdiyimiz məlumatı sizinlə paylaşmaq istəyirəm.
30 məktəbin, ilk dəfə bu 30 məktəbin hər birindən birinci yarım ilin sonunda 7-ci siniflərdə istifadə olunmuş böyük summativ qiymətləndirmələrin məzmununu götürdük. 30 məktəbin hər birindən tədris dili, riyaziyyat və xarici dil məzmununu götürüb təhlil elədik. Və təhlil nəticəsində gördüyümüz mənzərə nədən ibarət idi? Bizim hazırki qiymətləndirmə qaydalarına görə həmin məzmunda 4 çətinlikdə suallar olmalıdır. Asan, orta, çətin və daha çətin deyək ki. Bu məqsədlə də mən Bloom taksonomiyasının təfəkkür səviyyələrini də təqdim eləmişəm sizə slaydda. Bizim baxmayaraq ki, müxtəlif yüksək və zəif göstəriciləri olan məktəblərə getmişdik. Gördüyümüz mənzərə bu idi ki, bir ya iki məktəbi çıxmaq şərti ilə digər məktəblərin istifadə elədiyi məzmunda demək olar 4 dərəcəyə bölsək sualların təfəkkür səviyyəsinə görə birinci və ikinci dərəcəli təfəkkür səviyyəli suallar var idi. 3 və 4 yox idi. Nəyi gətirmək istəyirəm? Ona görə məqsəddən başlayır. Yəni biz hətta o nəticələri nə qədər yaxşı təhlil eləsən də hesab eləyək ki, məktəbin idarəçiləri əlində summativ qiymətləndirmə nəticələrinin dataları var, onu təhlil edirlər. Bu təhlil əsasında hansısa qərarlar verməlidirlər. Əgər istifadə olunmuş alət özü düzgün dizayn olunmayıbsa, oradan çıxacaq qərarlar da yəqin ki, effektiv olmayacaq. Gətirmək istədiyim məsələ budur ki, siz məktəbdə bu işi qiymətləndirmə alətinin dizaynından başlamalısınız. Yəni, şagirdin, yəqin ki, burada çoxunuz məndən yaxşı bilirsiniz ki, burada yəqin ki, təlim nəticələri, öyrənmə hədəfləri, standartlar və s. məsələlərə xitab edərək bu prosesi qurmalısınız. Ancaq demək istəyirəm ki, əgər orada başlamasaz, əldə etdiyiniz datanı istənilən cür analiz etməyin faydası kiçik olacaq. Və misal üçün deyə bilərəm ki, Bloom PISA beynəlxalq qiymətləndirməsi yəqin bir çoxlarınıza tanışdır və orada da sualların dizaynı 6 səviyyədə qoyulur. Birinci səviyyədən 6-cı səviyyəyə qədər və hesab olunur ki, 15 yaş şagirdləri qiymətləndirir həmin alət və hesab olunur ki, 15 yaşına çatmış yeniyetmə minimum 2-ci səviyyədə olmalıdır. Minimum 2-ci səviyyədə olmalıdır və PISA-nın bir fərqli cəhəti ondan ibarətdir ki, bu beynəlxalq qiymətləndirmə bilik yox, bacarığı ölçür. Yəni, şagirdlərin nəyi bildiyini yox, bildiyini necə tətbiq edə biləcəyini ölçür. Bu baxımdan bu tip qiymətləndirmələrin yanaşmasına müraciət etmək önəmlidir. Mən bir faktı, ancaq belə qürurla deyə bilməyəcəyim bir faktı paylaşmaq istəyirəm ki, bizim təhlillər göstərir ki, PISA-da bizim şagirdlərin o 5-ci, 6-cı səviyyədə suallara cavab vermə hissəsi, məsələn, riyaziyyatda 2% aşmır. Oxuyub anlama məsələlərində heç 1% deyil. Təbiət elmlərində də bu 1% deyil. Bu, yəqin ki, ora gətirib çıxarır ki, biz bunu uşaqlara bu istiqamətdə təşviq eləməliyik. Mən qayıdıb o məktəblərdəki summativ nəticələrin təhlilindən əldə etdiyimiz misalı bununla əlaqələndirə bilərəm ki, biz də gördük ki, bizim məktəblərdə dizayn olunan summativlərdə bu bacarıqların ölçülməsi təşviq olunmur. Müəllimlər buna baxmırlar. Və yəqin ki, uşaqlarda bu ölçüldükdə ona fokus olar, ona diqqət artar və bu baxımdan tövsiyəm ondan ibarətdir ki, buna məktəb menecerləri xüsusi fikir verməlidirlər. Başqa bir neçə nümunə verəcəm sizə və bu eyni zamanda bir layihəmizi də sizinlə paylaşacağım. İkinci ildir ki, Azərbaycan məktəblərinin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə PISA for Schools layihəsinə qoşmuşuq. Bu nədir?
Bunun ölkədə beynəlxalq qiymətləndirmə ilə birbaşa əlaqəsi yoxdur. Hər il 200 məktəbi biz fərdi olaraq PISA for Schools aləti ilə qiymətləndiririk və həmin 200 məktəbin hər birinə fərdi hesabat təqdim olunur. Onun məktəbinin müxtəlif istiqamətdə nəticələri ilə bağlı. Həmin məktəb öz şagirdlərinin nəticələrini həm ölkənin ortalaması ilə, həm beynəlxalq dünyanın ortalaması ilə qarşılaşdıra bilir. Bu qiymətləndirməyə paralel şagirdlər sorğusu da aparılır ki, öyrənmə nəticələri ilə şagirdlərin sosial-emosional bacarıqları arasında əlaqəyə də baxılır. Yəni, Asif müəllim də bayaq çox önəmli məsələlər qeyd elədi. Alfa nəsli ilə bağlı və şagirdlərin sosial-emosional tərəflərini tədris prosesində xüsusi diqqət etməklə bağlı. Çox təşəkkür edirəm bu fikirlərə görə və bu alət də məktəb idarəçilərinə əslində imkan verəcək ki, onların da əlaqəsinə baxsınlar. Eyni zamanda bir neçə slayd həmin datalardan paylaşıram və məktəb direktorlarına tövsiyə edirəm ki, hansısa məktəb orada iştirak edirsə, o hesabatı çox yaxşı araşdırıb öz məktəbləri üçün faydalısını götürsünlər. Məsələn, fikir versəz, səriştələr üzrə baxa bilirsiniz. Hər bir səriştə üzrə. Bunu niyə qeyd edirəm? Bayaq sual dizayn edərkən, sual qrupunu dizayn edərkən məktəbdə bu aparılmalıdır. Yəni, əvvəlcədən məktəb idarəçiləri başa düşməlidirlər ki, onlar nəyi görəcəklər sonda, nəticədən nə çıxacaq, hansı sualın cavablarını axtara biləcəklər. Bu, oxu ilə bağlı bir müxtəlif səriştələrə yönəlik bir nümunə məktəbin nəticəsini paylaşmışıq. Göy oxla OECD, yəni Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatının ortalamasıdır. Digər Azərbaycan bayrağı olan Azərbaycanın ortalamasıdır və yaşılda olan da həmin məktəbin müvafiq səriştə üzrə ortalama nəticəsini göstərir. Burada qeyd elədiyim 6 səviyyə, bayaq qeyd elədim, 6 səviyyə üzrə, bacarıq səviyyələri üzrə şagirdlərin paylanmasıdır. Sola doğru böyük hissə o deməkdir ki, sol faiz böyükdür, sağda isə daha yuxarı bacarıq səviyyəsinin olduğunu göstərir və həm oxu, həm riyaziyyat, həm təbiətlə bağlı bu göstəriciləri PISA for Schools nümunəsində belə bir analizlər var. Yəni, siz də məktəbinizdə hansısa nəticələri təhlil edərkən bacarıq səviyyələri üzrə qruplaşdıra bilməniz faydalı ola bilər. Eyni zamanda hesabatda şagirdlərdən toplanmış məlumata görə müxtəlif amillərin şagirdlərin öyrənməsinə təsirinə də baxılır. Məsələn, dərslərdəki nizam-intizam, səs-küy, şagirdlərdən soruşulur, şagirdlərin rəyi alınır. Şagirdlərin mövqeyi öyrənilir və həmin şagirdlərin akademik nəticələri ilə onların sinifdəki mühitlə bağlı məlumatlar arasındakı bağ araşdırılır. Yəni, bəzən orada müsbət əlaqə tapılır, bəzən mənfi əlaqə tapılır. Yəni, bir məktəb idarəçisi mütəmadi olaraq bu əlaqələri axtarıb tapıb, ona uyğun olaraq istifadə elədiyi metodları, məktəbdə, sinifdə istifadə olunan metodları yəqin ki, yeniləməlidir. Nə etməliyik ki, bizim qiymətləndirmə fəaliyyəti məktəbimizdə nəticələri yaxşıya doğru dəyişsin? Burada bir sual qoymuşam ki, əgər bayaq dediyim məsələdir, sabahki dərs planınızın dəyişməsinə qiymətləndirmə nəticəsi gətirib çıxarmırsa, yalnız rəqəmdə qalırsa, bunun bir faydası olacaqmı? Məncə cavabını siz də bilirsiniz. Burada qiymətləndirməni yalnız pedaqoji alət kimi istifadə eləmək beynəlxalq ədəbiyyatın ən böyük tövsiyəsidir. Yəni, bunu müvafiq məqsəd üçün istifadə etmədikdə, yəqin ki, biz sadəcə rəqəmlərlə qalacağıq. Sonda nə edəklə bağlı bir neçə tövsiyəni bildirmək istəyirəm təhsil idarəçilərinə. Yəqin ki, bugünkü çıxışdan nəyi götürək sabah işə qayıdarkən? Bayaq da qeyd elədim, müəllimlərinizdən
həmkarlarınızdan növbəti summativin məzmununu hazırlayarkən onlardan daha konkret olaraq nəyi ölçməli olduğunu, hər bir sualın nəyi ölçməyə hədəfləndiyini əhatə edən daha sistemli bir alət istəyin. Yəni, bu alət olmadıqda heç oradan toplanan datanın da mənası olmayacaq. Deyək ki, əlinizdə data var. Yalnız akademik ballara baxmayın. Biz məktəblərdə bilirsiniz ki, keyfiyyət monitorinqləri artıq təxminən 600 məktəbə kompleks monitorinq aparılıb. Biz məktəblərdən nə görürük? Məktəb idarəçiləri həmin qiymətləndirmə datalarını müəyyən təhlil edirlər. Bu müsbət əlamətləri müşahidə edirik. Çalışırlar, orta bal çıxarırlar, keyfiyyət göstəricilərinə baxırlar ki, neçə uşaq deyək bizim indiki qiymətləndirmə yanaşması ilə 2 alıb, neçə uşaq 5 alıb, neçə uşaq 4 alıb. Bunlar faydalıdırmı? Faydalıdır, ancaq qiymətləndirmənin məqsədinə çatmağa xidmət edirmi? Yox. Yalnız ballara baxmayın. Masanızdakı hesabatı sinifdəki metodikanı dəyişən bir prosesə çevirin. Yəni, sizin hesabat sinifdəki fəaliyyəti dəyişməlidir. Əgər dəyişmirsə, demək ki, biz qiymətləndirmə alətini hələ də doğru istifadə etmirik. Yəni, daha pafoslu və yaxud da obrazlı desək, ölü datanı canlı fəaliyyətə çevirin. Çıxışımı John Hattie'nin bilirsiniz ki, təhsillə bağlı çox məşhur tədqiqatçılardan biridir və onun fikri ilə tamamlamaq istəyirəm. Son vaxtlar çıxışlarımda John Hattie'nin fikirlərindən təkrar istifadə edirəm. Yəqin ki, yeni ədəbiyyatlara müraciət etməliyəm. Qiymətləndirməni kimisə mühakimə etmək üçün deyil, özümüzün nəyi yaxşı etdiyimizi və sabah nəyi fərqli etməli olduğumuzu anlamaq üçün keçiririk. Diqqətiniz üçün təşəkkür edirəm. Çox sağ olun.